Ya da qaysaqlanmış yuxularımda ana laylasıyla yata bilmədim. Arzular yol azdı, mənsə bu yanda, bizə üz vermədi çərxi zamanda. Ara bir oturub fikirləşəndə elə o başlanğıc ana qaçıram. Təzədən od olub xəyallarımla, alışıb dərd-sərlə yana qaçıram. Bəlkə bu gedişlə haçansa nə vaxt yürüb, yorulub yata bilərəm. Xoşbəxtlik axtaran yuxularımın, məni əldən salan duyğularımın dəyərin dəyməzə sata bilərəm. Ancaq yuxular da ərşə çəkilib, dünyanın üzünə yuxu səpilib. Dünya öz keyfində yuxusundadır, İntizar gözlərin yatmış arzusu, oyaq xəyalların qoxusundadır. Xəyallar da elə bil bəhsə girişib, acığa ilişib, tərsə ilişib. Yenə çarə qalıb çin yuxuların bizi diksindirən ayaq səsinə, bir də qulaqlarda fəryad qoparan gecikmiş hisslərin zənguləsinə. Söhbəti çəkdikcə uzanır yaman, geriyə dönməyə verməyir aman. Bəlkə sarışınlar ömrümü yıxdı, sarışın dünyamın axırına çıxdı. Dedi ki, biraz da döz bu həyata, bəlkə möcüzələr dadına çata. Ancaq möcüzəyə yer də qalmadı, zaman keçənləri saya salmadı. Daha bir şey qalmayıb ki, itirək. Bəlkə bu söhbəti burada bitirək. Amma heç özüm də bilmirəm nədən, yerini bilmədən, əsirgəmədən şagird olmaq istəyirəm, ay ana. Bəlkə mənim yatmış bəxtim oyana, şagird olmaq istəyirəm, ay ana.